Abşeronun özünə məxsus ağacları var ki, Abşeronda qəşəng bitir. Bu əncirdir, nardır, heyvadır, sonra xurma ağacıdır, üzümdür, gözəl bitir. Onların içinə əlavə eləyirəm innab ağacını da, çox gözəl bitir. İllər əvvəl videosunu çəkib paylaşmışdım. Yolumun üstündə baxımsız bir ərazidə innab ağacı var idi. Konkret şəkildə o ağaca qulluq olunmurdu. Baxımsız bir sahə idi. Ondan həvəslənib mən də əkdim. İndi bu ağacın boyunu sizə göstərim, amma zəhmət olmasa arxa fona baxmayın. Çünki bağımın ən arxa hissəsidir, yəni bura qulluq eləmirəm. 4 metrdən çoxdur. Tək bura yox, ağacın özünə də qulluq eləmirəm. Çünki suyum yoxdur, dəfələrcə demişəm. Həftədə bir dəfə su, 5 litr su verərəm ya da vermərəm. Amma bir şeyini daimi eləyirəm, dərmanını əksik eləmirəm. Çünki innab qurtlamağa meyillidir. Baxın üstündə nə qədər var. Görürsünüz? İnnab Abşeronda çox qəşəng bitir. Siz də əgər innab istəyirsinizsə, öz həyətinizdə əkə bilərsiniz. İlk əkilən illərdə biraz sizdən su istəyəcək, qulluq istəyəcək. Amma ondan sonraki müddətdə belə özü rahatca böyüyür, məhsul da bol verir. Baxın üstündə nə qədər məhsulu var. Hətta o qədər yuxarı qalxıb ki, onu necə yığacağımı da bilmirəm. Belə, uzun danışmayacağım. Axır zamanlar uzun video çəkmirəm, qısa şəkildə videolar çəkirəm. Belə, bu qədər dostlar.